Evet. Deməli yoldaşlar, bu sualda 200 qram suya 350 qram duz əlavə eləmişik. Bu nöqtədə T0, T1 intervalında deməli məhlulun faizi x faiz olur. Biz avtomatik olaraq faizi buradan tapa bilərik ki, 200 qram su əlavə edib üzərinə də 350 qram x maddəsi töküləndə 350 qram duz bölünsün deməli 550 eləyir, eləmi? Bölünsün 550. Bu olur bizim ilkin məhlulumuzun faizi. Yəni bu nöqtədəki faizimiz, deməli bölücü faizimiz. Məhlulun elə bil ki, belə deyək də, ilkin olaraq faizdir. Birinci məhlulun faizidir. Mesela rəqəm bölünmür. Bizə rəqəmin bölünməyinə ehtiyac varmı? Yəni o rəqəmi mən sizdən istəyirəmmi? Yox, yəqin ki, bölünmürsə. Çünki 350 qram məhlulu, 350 qram duzu 550 qram məhlula bölüb 100-ə vuranda rəqəm bölünmür. Yəni həmin rəqəmə ehtiyacımız yoxdur cavabda bizim. Daha sonra isə bu məhlul T2, T3 intervalında 80 dərəcə qədər qızdırılır. Əgər sonda qabda 50 qram çöküntü qalarsa, deməli qabda çöküntü qalır yoldaşlar. Deməli belə çıxır ki, bizim o 350 qram əlavə elədiyimiz duzun hamısı həll olmayıbmış. Yəni mən burada 200 qram suya 350 qram duz tökmüşəm, amma o tökdüyüm duzun hamısı həll olmuyor. Bir qədərə həll olub, qalanı tökülmüş qabın dibinə. Çünki tökülür yazmışam əslində orada. Yəni həll olur sözü yoxdur da. Ona görə həll olma kimi götürmək olmaz onu. Deməli 350 qramın hamısı həll olmadığı üçün məhlula bu cür yanaşmayacağıq da. Daha sonra isə bu məhlul qızdırılır. Qızdırılandan sonra 50 qram çöküntü qalır ən axırda. Onda yekun belə çıxır ki, bu nöqtədə qızdırandan sonra artıq, qızdırandan sonra bu intervalda məhlulun faizi artır. Çünki mən məhlulu qızdıranda həll olma qabiliyyəti artır, bilirsiniz ki. Duzların həll olması əsasən temperaturdan düz asılıdır. Onda həll olma artdığı üçün o çökən duz, həll ola bilməyən duz başlayır həll olmağa. İndi burada 50 qram duz axırda çöküntü olaraq qalırsa, deməli duzun 50-si getdi. Bunu həll edə bilmədim mən. 350 duzdan 50-si qabın dibində qaldısa, cəmi 300 qram deməli duz qaldı mənim əlimdə. Cəmi 300 qram duz. Onda 200 suda 300 qram duz həll olursa, bu məhlulun faizi 300 duz bölünsün 200 də su. 500 eləyir məhlul. Baxın 50 qram duzu artıq çıxdım. Çünki 50 qram duz çöküntü olduğu üçün o heç vaxt artıq 50 olmayacaq. Nətər 50 olmayacaq? Həmin temperaturda, həmin suda 50 qram duz qabın dibindədir. Çöküntü məhluldan sayılmır. Məhlul dediyimiz şey homogen olaraq burada paylanan hissədir yoldaşlar. Ona görə 300 bölünsün 500 vur 100. Bu deyir məncə 60 faizdir. Deməli onda bu nöqtədə məhlul 60 faizlidirsə, bura 3x 60 faizlidir. Onda bu x eləyir 20 faizdir. Deməli ilkin məhlul 20 faizlidirsə yoldaşlar, mən sizdən T1 anında məhlulun kütləsini istəmişəm. Diqqətlə baxın, bu anda məhlulun kütləsini istəmişəm. Həmin anda siz qətiyyən 200 ilə 350-ni cəmləyib cavabı 550 deyə bilməzsiniz. T1 anında nə qədər su əldir, nə qədər duz əldir yoldaşlar. Əgər məhlul 20 faizlidirsə, bu o deməkdir ki, su 80 faizdir. Yazıram. 80 faiz su, 200 qram su var idi axı. 80 faiz su 200 qramdırsa, 20 faiz duz neçə qramdır? 4 dəfə az, 4 dəfə az. 50 qram eləyərmi? Deməli mənim T1 anında cəmi 50 qram duzum əldə olunmuş. 200 suda 50 qram duz həll olubsa, bu deməkdir ki, yoldaşlar, həmin anda məhlulun kütləsi 250 qram olubmuş. Bu birinci sualımız. İkinci sualımıza keçək. 30 dərəcədən 80 dərəcə maddəsinə 30 dərəcədə və 80 dərəcədə. 30 dərəcədə yoldaşlar, əgər 200 suda 50 qram maddə həll ola bilirdisə, yazıram. 200 suda 50 qram maddə, rəngini dəyişim, ayrı rənginə yazım, növbəti sualı, 29. Deməli, əgər 200 suda 50 qram maddə həll ola bilirsə, axı KH qram bölü litr, 1000 milliyə görə hesablanır. 200-də 50 qramdırsa, bəs 1000-də nə qədər həll ola bilər? 5 dəfə çox, 5 dəfə çox, o deyər 250 qram. Deməli, 30 dərəcədə həll olma qabiliyyəti 250 qram imiş.
80 dərəcədə necədir bəs yoldaşlar? 80 dərəcədə də mənim 200 suyumda 300 həll olmuşdur. 200 duzumda 300 su, 300 duz həll olubsa, bəs 1000 suyumda nə qədər duz həll olar? Yenə 5 dəfə 5 dəfə 1500 eləyər bu da. Deməli, 80 dərəcədə KH 1500-dür, 30 dərəcədə KH 250-dir. Sonuncu sual. Gram bölü litre yazmış. Yəni də 1000-lə getmək düz olur. 1000-lə getdim də zaten mən. 1000 milli ilə getmirdik ki biz. 1000 milli ilə getdim axı. Nə ilə getdim ki bəs? 1000-lə getmədim. Yox, 1000 milli bildim mən. Litr deyirsən 10.000 ilə getməliyəm ki. Litrdirsə, qram bölü litrdirsə, yəni bu qədər qram 1 litrdə, 1000 millidə yəni deməkdir də. Hə, düz orasıdır. Litri mən 1000 milliyə çevirdim də, elə bil ki. Niyə 1000 milliyə çevirdim? Çünki 200 qram su yazıramsa, 200 qram su nə deməkdir 200 qram su? 200 milli deməkdir də. Məsələn, mən bu 200 qram su, 200 milli su yazıb, bunun altından 1 litr yazsam düz gələrmi? Gəlməz axı. Bu qram, bu litr. Yəni 200 millidir bu suyun millisi. Bu da gələk litr olsa, milli ilə litr uyuşmaz axı. 200 milli, bu da 1000 milli olmalıdır. Aydındır? Ona görə qram bölü litr, yəni 1000 millidir deməkdir də. Sonuncu sualda yoldaşlar, bu maddənin 80 dərəcə temperaturda 660 qram məhlulunu 30 dərəcə temperaturda soyutsaq, neçə qram duz çəkər? 80 dərəcədə 660 qram məhlulunu 30 dərəcədə soyutsaq. Deməli, yoldaşlar, biz həll olma qabiliyyətlərini tapmışdıq da. Gəlin onları mən yazım bura. Elə bu sualın üstündə işləyək. Bir də yuxarı qalxıb düşməyək. Həll olma qabiliyyətlərini tapmışdım ki, 1000 milli suda, yəni 1 litr suda 60 dərəcədə həll olma qabiliyyətim 1500 idi. 30 dərəcədə də məncə 250 idi, elə yoxsa? Bəli. Tam dəqiqən əlimdən çıxır, eləysən qocalıram. Deməli, bura 250 idi, bura 1500. Mən rəqəmini də çəkə bilsəm. Məsələn, belə bir şey. Deməli, bu nöqtədə, baxın, bu belə. Bizim həll olmamız belə idi. İndi bunu soyutma zamanı nə qədər duz gəldir? Baxın, burada bu nöqtədə məhlulum nə qədərdir mənim? 1500 duzum varsa, 1000 də suyum varsa, 2500 məhlulum var deməli. 60 dərəcədə, 80 dərəcədə. 2500 məhlulu soyudanda aradakı fərq qədər duz sökür. Yəni 1500-dən 250-yə. Nə qədər eləyir bu? 1250. 2500 məhlulu soyudanda 1250 qram duz çökür. Bəs 660 qram məhlulu soysam x qram duz çəkər. Aydındır? O da 330. Hamısını birebir eyni olanlar var. Bəli, mən də hamısını üstündə. Bir daha baxın görək, kimin problemi var burada? Mən bəs 264 tapmışam, Gəray müəllim. Nəyə 264 tapmışsınız? Mən orada, məsələn, o birisi KH-ı 500 tapmışam deyə, ona əsasən mən də 260. Hə, KH-ı orada yanılmışıq da artıq, orada satılır. Yəni, mən o 1500-ü 3 dəfə azaltmışam da, siz faiz azaltmadınız, mən KH-ı hələ 3 dəfə azaltdım, o düzgün deyil. KH-a görə 3 dəfə yox, o fərq hər dəfə eyni olmur axı. Müəllim, mən axırıncısını başa düşmədim. KH-ları düz tapmışam. KH-la getməmişəm mən burada. Mən cavabı 60 qram tapmışam. Ümumi əvvəlində 550 deyildi. Daha doğrusu 80 dərəcə temperaturda 550-lik məhlulda 50 qram çökübsə duz. 660-da x çökər, o da eləyib 60 qram. Bununla niyə yazmalı olmuş? Bir dənə necə? Dedim ki, müəllim. Bir dənə. Situasiyanı saxlayın.